Tarix 1 oktyabr 2020-ci il torpaqlarımızın azadlığı uğrunda haqq savaşının 5-ci günü idi. Düz 5 il əvvəl oktyabrın 1-də ordumuz uğurlu əməliyyatları davam etdirərək bəzi istiqamətlərdə irəliləmişdi. Ermənistan isə çirkin əməllərinə sadiq qalaraq Azərbaycanın cəbhəyanı rayonlarında dinc əhalini, mülkü, obyektləri hədəf alırdı. Həmin gün nələr yaşadıq, xatırlayaq. Vətən müharibəsinin 5-ci günü həmin gün düşmən bütün cəbhə boyu tutduğu mövqelərdən və ərazinin mühüm strateji məntəqələrindən geri çəkilməyə məcbur oldu. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi karvanı bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edildi. Müdafiə Nazirliyi Vətən müharibəsinin davam etdiyi 5 gün ərzində düşmənin itkilərini açıqladı. Düşmənin 200 ədəd tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım ateşli raket sistemləri, minatanları, 6 komanda idarə etmə və komanda müşahidə məntəqəsi, 5 silah sursat ambarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit raket kompleksi sıradan çıxarıldı. Döyüş meydanında qüdrətli Azərbaycan əskəri qarşısında aciz qalan düşmən günahsız dinc sakinləri hədəf almaqda davam edirdi. Füzuli rayonunun Horadiz şəhəri, Goranboy və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri yenidən artilleriya atəşinə məruz qaldı. Düşmənin xain həmləsi Ağdamın Hacı Məmmədli kəndində yaşayan ATV Xəbər.